Mən də səni sevirəm, ata. Sən mamanın nəyisən? Ata, sən mamanın nəyisən oğlum? De baxım, mamanın nəyisən? Taleyin ağır sınağı ilə üz-üzə qalan Fatimə Ağayeva. Onun həyatı iki cəbhədə döyüşən əskərə bənzəyir. Bir tərəfdə ağır autizm xəstəsi olan övladı, digər tərəfdə bədənində səssizcə kök salan xərçəng hüceyrələri. Amma ana üçün əsas öz canı yox, canından bir parça olan oğlunun sağlamlığıdır. Xəstəliyi atipik autizmdir. 3 yaş 8 aylığında qoyuldu diaqnoz. Əvvəl o qədər də ağır deyildi. İmkanım olmadı müalicələrini eləməyə. Cəmiyyətə qəti qəbullanmır. Hətta ona görə evimizə belə gəlib gedənlər olmur ki, gələndə o qışqırır, vurur. Bu problemlərdən dolayı məcburuq, tək baxırıq, gəlir yerim yoxdur heç bir yerdən. Tək uşağın pensiyası da ondan da çatdıra bilmirəm də, heç cür alındıra bilmirəm. Fatimə xanım deyir ki, 14 yaşlı oğlu ilə cəmiyyətdən təcrid olunmuş halda yaşayırlar. Qapısı döyülməyən bu evdə ana və oğul bir-birinin həm dərdi, həm də dərmanıdır. Ağır autizmlər elədir ki, insan gözünün içinə baxmırlar, təmas qurmurlar. Amma gəlir birdən belə içdən ana deyir, gözümün içinə baxır, gözləri dolur. Sanki gözləri danışır, bax bir də o məni çox öldürür. Ayırda birdən olur, halım pisləşir. Heç mən evə məlumat vermirəm ki, halım pisdir. Uşaq mənə o qədər bağlıdır ki, anan gəlsin deyir, qapıda durur. Danışa bilmir, amma ən xoş sözüdür. O qədər içdən ana deyir ki, belə biraz da məni ayaqda tutan odur. O sözdən o qədər güc alıram ki. Fatimə xanım həyat yoldaşından ayrılandan sonra bütün yük onun çiyinlərinə düşüb. 17 yaşlı daha bir övladı da var. Ana bildirir ki, daimi gəlirləri yoxdur. O övladının sabahı üçün gecəsini gündüzünə qatır. Çarəsiz ana gündəlik xərcini çıxarmaq üçün yenə övladını evdə qoyub işə getməlidir. Ən böyük dəstəyi isə anasından alır. Oğlu Mir Yusifi anasına əmanət edib yola çıxır. Övladlarını taksi idarə edərək dolandırır. Bu isə həm xərçəng xəstəsi kimi özünün, həm də oğlunun müalicə xərcləri üçün dənizdə bir damla kimidir. Həyatın ağır sınaqları Fatimə xanımı sükan arxasına gətirib. Düz 6 ildir ki, taksi idarə edir. Bu yola çıxarkən nə avtomobili var idi, nə də bacaracağına dair ümidi. O bu yola xeyirxah bir əlin uzanması ilə başlayır. Oğlum başqa maşınlara minmir, avtobusa minmir, mindiyi yerdə də tüpürür, vurur. Ona görə düşürdülər. Yenə bir dəfə belə uşağı diş həkiminə aparmışdım, ağlaya-ağlaya. Həkim soruşdu ki, Şəhla xanım soruşdu, nə olub ki, Fatimə niyə ağlayırsan? Dedim, bəs belə-belə Mirini maşından düşürtdülər. Dedi ki, məndə balaca bir maşın var, versəm qəbul eləyərsən. Qəbul elədim. İlk başda biraz uşağı apardım, gətirdim, sonra gördüm çatdıra bilmirəm. Yəni bunun benzini falanı. Sonradan məcbur qaldım, taksiyə qoşuldum. Fatimə xanımın idarə etdiyi avtomobil ailənin tək ruzi qapısıdır. Ancaq maşın köhnə olduğundan Fatimə xanımı bəzən yarı yolda qoyur. Gün ərzində maşınım köhnə olduğuna görə çox işləyə bilmirəm. Çünki biraz işləyən kimi problemləri çıxır ortaya, ona görə az işləyirəm. Gündəlik çörəyimi qazanıb gəlirəm. Yəni maksimum dərəcədə qalan 10-15 manata belə deyim. Maşın köhnə, yollar kələ-kötür, imkanlar isə məhdud. Amma bu bir ananın iradəsi və mübarizə yoludur. Yollar çox yorur məni, çox yoruluram. Çiynimdə yüküm çox ağırdır. Amma inanıram ki, öhdəsindən gələcəm. Çünki mən bu gücü evladlarımın sevgisindən alıram.